Mələklərin Qədr gecəsində enməsinin faydalarından biri də budur ki, onlar yerdə, səmada görmədikləri növbə ibadət və itaətlərə şahid olurlar. Onlar günahkarların tövbə ahlarını eşidirlər. Bu ahlar Allah üçün onu təsbih edənlərin səsindən daha sevimlidir. Yəni onu zikr edənlərin səsindən daha sevimlidir. Bəlkə də bu mübarək gecədə ibadət etmək xüsusi bir dəyərə malikdir. Mələklər belə bu ibadət məqamına nail olmaq üçün yerə enirlər və bu gecədə olan ibadətə daha çox savab veriləcəyinə ümid edirlər və müşahidə edirlər. Bu bir insanın Məkkəyə gedib orada etdiyi ibadətin daha çox savab qazanmasına bənzəyir. Allah Teala buyurur: Leylətul Qadr xayrun min əlfi şəhr. Qədir gecəsi 1000 aydan daha xeyirlidir. Yəni 83 il 4 aydan daha xeyirlidir. Bu gecədə edilən ibadət, yəni savabı artır. Sanki 2 rükət namazın savabı 83 il ibadət etmiş kimi sizlərə savab yazılır.